Bayram Bayramov, Qudurğan hekayə. Fərruxun dostu çox idi. Əksəriyyəti də fədakar, sədaqətli. Onun yolunda heç bir zəhməti, qayğını əsirgəməzdilər. Dostlar arasında Fərrux əzizlənərdi. Yeri gəldikcə onu çəkib pillə-pillə qaldırdılar. İşini, fəaliyyətini qiymətləndirdilər. Fərrux da can əsirgəmirdi. Dostların elədiyi hörmət müqabilində çalışırdı ki, onu istəsinlər, dostları çoxalsın, öz hörməti izzət artsın. Elə bil Fərruxa görünməz əllər kömək edirdi. Elə bil yeraltı çaylar, sellər onun şöhrətini apara-apara dənizə çıxarırdılar. Fərrux əlbəttə əlləşirdi. Aşağı idarənin müdiri olanda oranı qabağa aparır, dostlarının haqqı sayı itirməyənlərin köməyi ilə daha maştablı idarəyə başçı keçir. Oranı da yaradırdı. Yaman yeyən olsun, yaman deyən olmasın. Fərruxun imkanları da qonaq otağı kimi genişləndi. Gələnləri də, yeyənləri də günbəgün çoxaldı. Fərruxun mövqeyi böyüdü. Aşağıda qalan dostlarını indiki səviyyəsinə bərabər dostlar əvəz eləməyə başladı. Unudulan, saya salınmayan dostlar cileyləndilər. Yaxın adamları çatdırdılar. Fərrux, kənddəki dostlar səndən umurlar. Fərrux əvvəl çiynini çəkdi, gülümsündü, güldü. Qohumları ona tez-tez dedilər, hətta arvad da qayğıya düşdü. Sənə sədaqət göstərən adamlar barəndə narahatdırlar. Fərrux, deyirlər ki, gözü ayağının altını seçmir. Səviyyəsi geri qalmış adamlardır. Onlara bənd olmaq gərək deyil. Geridə qalan dostların əli Fərruxdan üzülsə də, yuxarıda əmələ gələn təzə, güclü dostlar Fərruxun qoçaqlığını, cəhdliyini hesaba aldılar. Əl verib onu rayon dərəcəsində vəzifəyə çəkdilər. Deyənlərin, umanların səsi Fərruxun qulağında milçək vızıltısına döndü. Böyük rayon, əl-qol açmağa meydan geniş, sadə lövhlər çox, gözlərinə üfürülən külü haradansı külək gətirən toz başa düşən çox. Fərrux təzə dostların qılığını tapdıqca söz-söhbət gücləndi. Fərruxov kimi adamın yeri bilirsiniz haradır? Dili, nitqi, təşkilatçılığı, qoçaqlığı, səmimiyyəti, mehribançılığı, kişi böyük, kiçik yeri biləndir və s. Ay balam, kənd adamı nə bilir bunun qədrini, qiymətini, yaxşı ki vaxtında çıxdı onların arasından. Anlamazlar elə bil sicilləmə qoşublar ki, daha demə, kələkbazdır, lovğadır, lotudur, nankordur. Fərrux əl açıb səviyyəli dostlarından təmanni elədi. Qoruyun məni anlamazlardan. Yandım, yaxıldım onlar üçün, ancaq qədrimi bilmədilər. Təzə dostların, qədir bilənlərin sədaqəti, qiyməti şərəfinə məclislər quruldu. Fərruxun ağzı hər dəfə şampan şərabı kimi köpükləndi. Sizin yüksəkliyiniz, nəcabətiniz qarşısında baş əyirəm, qardaşlar. Fərruxov mərtəbənin birini də qalxdı. Canım qurban yoldaşlara, fəallara, hamıya sizi and içirəm ki, kommunxozdan ayrılmaq istəmirdim. Cəmaat üçün abadlıq eləyirdim. Fərrux şişdi, lap icrakom sədrliyinə qalxdı. Aradan çox keçmədi, kişinin çarxı burada çöndü. Tərif də, çəpik də onu elə burada müşahidə elədi. Başlandı əvvəlki məşhur söhbətlər. Onun burnu elə dikəlməyib ki, bir şey olar. Fərruxovun dünya vecinə deyil. Fərruxov yoldaş neçə gün, neçə gecə götür-qoy elədi, dayı oğluna genəşdi. Bu necə işdir? Belə dostluq olar. Gəlirlər evimə, çay da içirlər, konyak da vururlar, sonra hər tərəfdən atəş açırlar. Dayı oğlu çiyinlərini çəkdi. Fərruxov ona da yol göstərib, arvad, onların birini də qoyma qapıya, dedi. Dostlarındır kişi. Fərrux bir qədər də düşündü, daşındı. Söhbət bayıra çıxmırdı. Bayırdan gəlirdi. Fərrux, deyirlər cəmaatı gələn şiferi satırsan. Fərruxun elə bil canına atlı qarışqa daraşdı. Sən özün deyirsən, dost, ya özgədən eşitmirsən? Danışırlar, qohum. Hansı köpək oğlu? Sən söyüş də öyrəndin? Fərruxov yoldaş ona da qapını göstərdi. Rədd ol evimdən. Bununla işin düzəlirsə çox şadam. Əsl bir dost gecədən xeyli keçmiş qapının zəngini bastı. Fərruxun gözətləməsi olduğu üçün qarşıya özü çıxdı. Ay canım, ay gözüm, niyə qoymursunuz dincəlim? Axı bu boyda rayonun yükü mənim çiynimdədir. Əşi, dünən verdiyin Volqa barədə bilirsən nələr deyirlər. Lap ürəyimi şitmə düşüb, başın haqqı. Belə canı yanansa, niyə irəli durub cavablarını vermədin? Ədə Qəmbərqulu, sən daha nəyimin bacı oğlusan ki, bunlar vaxt bir vaxt gəlib zəhləmi tökürlər.
Qəmbərqulu boynunun ardını qaşıdı. Ay dayı qurban olum, ax niyə alverçiyə verirsən Volqanı ki, danışan ağızları yummağa bir batalyonun da qüvvəsi çatmaya. Sizcə alverçi vətəndaş deyil? Axı ay dayı başına dönüm, özün hər sözünün başında zəhmətkeş deyirsən. İkiniz də basın bayra, öz dərdimi mən özüm çəkə bilərəm. Dost da, bacı oğlu da pərişan getdilər. Fərrux gördü ki, qohum qardaşın dost aşnanın ayağını kəsə bilmir. Balam, niyə mənim daşım ağır olub düşüb sizin başınıza? Qardaşının tüstüsü təpəsindən çıxdı. Başına dolanım, qardaş, babanı qoy mənim boynuma. Qayıt düz yola. Fərruxun sifətinə zəhrimar axdı. Sənin kimi qardaşın vayına çömbəlim. Sən olsan, bir qurumsaq mənim barəmdə ağzını aça bilməzdi. Yaxşı, məni düşman hesab elə, amma el-obanı say, qanun qaydanı say, vicdanı namusu say. Hə, səndə bir miskal ağıl olsaydı, cərki vurmaqdan belin cərkiyə dönməzdi. Dincəlirəm, dur sürüş. Belimi sənin yolundaydım, qardaş. Arvad, sənə dedim ki, qapıya qıfıl vur. Bu paxıllar, bu nadanlar həyətimizi tapdaq eləməsinlər. Gəlirlər, doyunca tıxırlar, görürlər, gözləri çıxır kəllərinə. Arvad daha da yazıqlaşdı. Mən canı yanan qohum qardaşımıza, istəməyənlərimizə nə deyə bilərəm? Xalaya, bibiyə, əmi uşağına, qayınlara üst tutdu. Barı bircənizdə hünər olsun, kənardakı düşmənimin, istəməyənlərimin öhdəsindən özüm gələrəm. Biriniz nə qədər istəyir, udsun, amma istəməyənləri qoymasın içəri. Ürəkləri yanır, necə gəlməsinlər? Sən də belə, atıma lənət, əgər belə deyilsə, ay xala nəvəsi. Qurban olasan saqqalına, çıx, qapını arxanca bərk-bərk ört. El yaylaqdan tökülüb gəlirdi. Naxır-naxır mal, sürü-sürü qoyun axışıb gedirdi. Fərrux dərd əlindən yol kənarına çıxmışdı. Nə deyim bu nankorlara, nə deyim bu paxıllara, el-oba sənə dəli deməyə, qoşulasan tərikəməyə, varıb çıxıb gedəsən, qoyasan başsız bu nadanları, onda bilərlər qədrini. Yaylağın yoncasından yeyib kökəlmiş, sığal almış ürgələr ceyran kimi boy çəkib yorğalanırdı. Quzuların xına quyruğu yırğalanır, elə bil yanaqlarında çiçək çatlamış qızlar, oğlanlar Fərruxovun yanından saymaz yana ötüb keçirdi. Sanki gümrah bir axın böyük qüvvətlə burula-burula çağlayıb ötürdü. Yallı bir köpək köçdən ayrılıb necə cumdu Fərruxa? Pələncə bənzəyirdi. Dizləri düşər ağzı kimi. Çoban çoluq tökülüb kişini köpəyin əlindən güclə aldılar. Fərruxov yoldaşı müdirlər, brigadirlər tanıdılar. İtin əvəzinə 1000 dəfə üzr istədilər. Quduz dəymişə bax, bu boyda böyüyümüzü tanımır. Fərruxova əmlik vəd elədilər, qaşqabağı açılmadı, motal söhbət oldu, meyil göstərmədi, kəhər ürgəni, yəhərli, yüyənli çəkdilər qarşısına, kefi durulmadı. Boz köpəyin boynuna zəncir salın. Firma işçiləri məəttəl qaldılar. Yoldaş Fərruxov, Allah billah sizi tanımayıb, yoxsa yürüməzdi. Ölməli it deyil, bütün bir sürünü qoruyur. Biraz yalı artıq düşüb. Tanısaydı hürməzdi. Ağlınız belə kəsir, tutun. Zəncirləyin, aparın mənim həyətimə. Çobanlardan biri o birinə söz atdı. Hər şey görmüşdüm, amma itdən rüşvət görməmişdim. Boz köpəyi zəncirləyib apardılar, Fərruxovun darvazasının dalında barmaq tuşladığı yerdə bağladılar. Arvad, qohum qardaş, dost aşına deyilən əclafların payını tökərsən bu boz köpəyin qabağına. Aşınacan, çığırtmasınacan. Əbləhlərin hansı ayağını bassa həyətimə, boz köpəyi qısqırdacam, dartsın, dağıtsın. Ay Fərrux, Allaha bax. Hə, paxılların, bədxahların, tənqid adı ilə ulayanların boz itə tut deyib, qoparağını götürdəcəm. Arvad uşaq bir yedirtdi, Fərrux özü on. Boz köpəyin səmtinə düşmək qeyri-mümkün idi. Fərrux onu neçəsinin üstünə qısqırtdı, neçəsinin gözünün odunu aldı. Gələnlər, deyib danışanlar seyrəldikcə Fərruxun qəmi azalırdı. Ay kişi, atamı görü haqqı, birini basıb yeyəcək bu. Gözlərinə baxın, qan çanağına dönüb. Qana salacaq bizim. Ən sədaqətli dostum, qardaşım budur arvad. Görürsən, qulağımız necə dincəlib. Fərrux hər gün bozlara əlavə bir parça quyruq atdı. Gözlərini örtən qılı sığalladı, mırıldamasına can dedi. Boz köpək quyruq udduqca haykırtısı, ulartısı qəsəbəni başına aldı. Fərruxovun həyəti nədir? Küçədən, həndəvərdən keçən hünərvər çətin tapıldı. Fərrux itin zəncirindən yapışıb gəzintiyə də çıxarırdı. Gözü su içməyənlərin üstünə mırıldadırdı. Hünərin var, səsini çıxart. Tut deyərəm, aşırar ağırını.
Bir gün Fərrux işdən çox tamaqlı qayıdıb darvazanın dalında zəncir çeynəyən sədaqətli dostunun başını adətincə sığallamaq istədi. Gözləri qan çanağına dönüb ağzı köpüklənmiş köpəyin əlindən Fərruxu güclə aldılar. Səs-küyə, acınacaqlı xəbərə çox adam, hətta periş düşmüş, dostlar da özlərini yetirdilər.